Salam dəyərli həmvətənlərim. Bu gün biraz fərqli, biraz ağrılı, amma hamımızın həyatına toxunan bir mövzu haqqında danışacağıq. Mən bu gün burada sadəcə şikayətçi bir vətəndaş kimi deyil, öz haqqını bilən, dövlətinin maraqlarını hər şeydən üstün tutan və cənab prezidentin ictimai nəzarət güclü olmalıdır çağırışını özünə vətəndaşlıq borcu bilən bir Azərbaycanlı kimi danışıram. Susmaq qanunsuzluğa şərik olmaqdır. İndi isə gəlin, həqiqətlərin gözünə dik baxaq. Baxın, dövlət hər il büdcədən milyardlarla vəsait ayırır. Hər birimizin maaşından qəpik-qəpik sığorta haqqı tutulur ki, xəstəxanaya düşəndə kimsə qarşımızda əl açmasın. Amma bəzi dırnaqarası həkimlərin acgözlüyü artıq sərhəd tanımır. Sistemdə xəstənin adını vuran kimi icbari tibbi sığorta agentliyi tərəfindən həmin xidmətin pulu dərhal xəstəxanaya köçürülür. Həkim, sən o pulu onsuz da alırsan. Bəs vətəndaşın xəbəri olmadan onun adına yazılan o saxta analizlər, göstərilməyən xəyal xidmətlər nədir? Dövlətin büdcəsini talayıb, cibinizi doldurmaq üçün xəstə adamın ümidini niyə satırsınız? Dövlətdən rəsmi maaşını alırsan, bonusunu alırsan, amma utanmadan elə bil özəl ticarət obyektindəsənmiş kimi vətəndaşın boğazından yapışırsan. Pulu az olanı qapıda qoyursunuz. Qayğılı anasının atasına üstünü düzəlt gətir deyib şərt kəsirsiniz. Siz xalqın sığorta pulunu yeyərkən, həm də o xəstənin gələcəyini, sağlamlığını sual altına atırsınız. Qanuna zid və qeyri-insani hərəkətlərinizə haqlı irad bildirib, etiraz edən insanlar da deyirsiniz ki, mən 8 il, 11 il əziyyət çəkib oxumuşam ki, quru maaşa işləyim. Sən o əziyyəti insan xilas etmək üçün çəkmisən, yoxsa insanları 2 qat soymaq üçün peşəkarlaşmısan. Əgər sənin illərlə oxuduğun o kitablar sənə rüşvət tələb etməyi öyrədibsə, o diplomun bir kağız parçasından nə fərqi var? Prezident vətəndaş üçün imkan yaradır. Sığortanı tətbiq edir ki, kasıbın da, kimsəsizin də səhiyyə əli çatsın. Sən isə o imkanın qarşısını kəsib, xalqla dövlət arasında süni narazılıq yaradırsan. Bu sadəcə həkim səhlənkarlığı deyil, bu dövlət siyasətinə zərbə vurmaqdır. Bu açıq-aşkar xəyanətdir. Tibb Universiteti sizə bilik verib, amma görünür, bəziləriniz vicdan dərslərindən kəsilibsiz. Unutmayın, o ağ xalatın ləkəsi yuyulmur. O xalat ticarət aləti deyil, xidmət rəmzidir. Vətəndaşlar, haqqınızı tələb edin və qorxmayın. Sığorta sizin qanuni haqqınızdır. Kim ki sizdən rüşvət tələb edir, o prezidentin iradəsinə qarşı çıxır. Aidiyyəti qurumları, təbibi, agentliyi və hüquq mühafizə orqanlarını bu ağ xalatlı tacirlərə qarşı ən sərt tədbirləri görməyə çağırıram. Həkimlik müqəddəsdir, onu murdarlamayın. Ya qanuna tabi olun, ya da o geyimi biz dəfəlik soyunun. Biz artıq susmayacağıq. Biz haqqımızı tələb edəcəyik.